Salam, hörmətli həmkarlar. Bizim bugünkü verilişimiz tarix fənninə həsr olunur. Biz bugün tarix fənni üzrə Səxavət Zeynalovun təqdimatında Osmanlı dövləti 17-18-ci əsrlər mövzusuna və ona dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Səxavət müəllim. Salam, xoş gəldiniz. Səxavət müəllim, niyə məhz bu mövzuya müraciət olunub? Bunun haqqında məlumat verməyinizi xahiş edirəm. Bildiyiniz kimi Osmanlı dövləti bizim üçün çox vacib mövzulardan biridir və Osmanlı dövləti Türkiyə dövlətinin sələfidir. Osmanlı dövləti ilə bağlı bir çox suallar, bir çox tapşırıqlar bugün də aktualdır. Ona görə də biz buna müraciət etdik. Həm də Osmanlı dövlətinin 17-18-ci əsrlər tarixinin müəyyən nüanslar üzrə, müəyyən məsələlər üzrə aydınlaşdırılması prosesi var. Bu da zənn edirəm ki, sertifikasiya hazırlaşanlara çox böyük kömək edəcək. Mövzumuz Osmanlı dövləti 17-18-ci əsrlərdə və ona dair test nümunələrinin izahıdır. Bildiyiniz kimi, yəni ilk diqqət edəcəyimiz nüanslardan biri də mövzunun xronoloji çərçivəsidir. Çünki mövzuya hazırlaşarkən müəyyən bir planımız olmalıdır. O plan əsasında hazırlaşmalıyıq. Durğunluq dövrü 16-cı əsrin sonu, 17-ci əsrin sonu, geriləmə dövrü 17-ci əsrin sonundan 18-ci əsrin sonuna qədər, 1791-ə qədər, dağılma dövrü isə əsasən 1791-də, yəni 18-ci əsrin sonundan başlayır. Digər bir məsələ isə, digər bir diqqət edəcəyimiz nüans isə durğunluq və geriləmənin daxili və xarici səbəbləridir. Daxili səbəblər, məsəl üçün, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, iqtisadiyyatın zəifləməsi, ordu quruculuğunda nöqsanlar, elm və təhsilin tənəzzül etməsi, bunlar bildiyimiz şeylərdir və sxemdə də, orada dərsliklərdə də verilir. Amma sözsüz ki, bu daxili səbəblərə biz həm də mətnin içindən seçib bəzi məsələlər də daxili səbəblərə aid etməyi bacarmalıyıq ki, yəni bizə o şəkildə sual gələndə onu həll edə bilək. Məsəl üçün, səriştəsiz hökmdarlar, yəni idarə etmənin yaxşı olmaması, qəfəs üsulu və izahı, ondan sonra sədrəzəmlərin tez-tez dəyişməsi və s. Eyni ilə iqtisadiyyatın zəifləməsində də dəbdəbəli dövlət tədbirləri çox xərc aparırdı. Ondan sonra cülüs bəxşişləri var ki, yəni hakimiyyətə gələndə hər bir sultan o cülüs bəxşişlərinə görə, yəni cülüs bəxşişləri paylayırdı. Bu da məsrəflərin böyüməsinə səbəb olurdu. Sarayın digər məsrəfləri var, vergilərin artırılması, kəndlərin get-gedə yoxsullaşması vergilər nəticəsində, kəndlərin təhlükəsizliyi baxımından şəhərlərə köçü, işsizliyin artması, mühüm iqtisadi layihələr və s. onların həyata keçirilməməsi. Ordu quruculuğunda nöqsanlar da əsasən daha çox daxili problemlərdir. Bəli, sultanlar yəni ordunun başında deyildi və sultanlar orduya nəzarət etmirdi daxildə. Qapqulu ocaqları zəifləmişdi. Texniki yeniliklər orduda çox da tətbiq olunmurdu. Donanma ölkə daxilində güclənmirdi ki, sonra xaricə çıxanda donanma qələbələr qazana bilsin. Elm və təhsilin tənəzzül etməsi də digər bir problemdir. Burada görürük. Məsələn, mədrəsələrdə daha çox dini biliklər verilir, dünyəvi biliklər verilmir. Bir də beşik alimliyi dediyimiz, məsəl üçün, alimin oğlu da alimdir, belə bir məsələ var idi. Və xarici səbəblərə gəlirik, ikinci nüansın xarici səbəblərinə. Xarici səbəblərdə də yenə sərhədlərin genişləndirilə bilməməsi, Avstriya, Rusiya və kimi güclü dövlətlərlə həmsərhəd olması. Bildiyiniz kimi bu məsələlər arqument şəklində beynəlxalq dərsliklərdə də var. Məsəl üçün, sərhədlərin genişləndirilə bilməməsi bu arqumentdir. Avstriya, Rusiya kimi güclü dövlətlərlə həmsərhəd olması bu isə məsələlərin tarixi sübutudur. Eyni ilə böyük coğrafi kəşflər və sonra onun izahı, ticarət yollarının dəyişməsi, gömrük vergilərinin azalması, yerli istehsalçıların müflis olması və Osmanlı pullarının dəyərdən düşməsi, bundan əlavə əhatəsində olan dövlətlərlə çox da rəqabət apara bilməməsi, yenə Avropa ölkələrinin varlanması və hərbi işdə get-gedə üstünlük qazanması, inkişafa görə Avropadan çox geri qalırdı, elmi-texniki baxımından, ondan sonra hərbi baxımdan və s. və ilaxır. Bir də Avropada idarə etmə çox təkmilləşmişdi. Hardasa 17-18-ci əsrlərdə Avropada artıq mərkəzi hakimiyyətdə güclənmişdi. Bundan əlavə həm də qanunverici orqanların dövlətin işində fəal iştirakı əsasən çox böyük fərqlər yaradırdı Osmanlı'la Avropa ölkələri arasında. Üçüncü nüansa gələk. Üçüncü nüans, diqqət eləyəcəyimiz nüans əsasən keçirilən islahatlardır.
keçirilən islahatlar, görülən tədbirlər və onların fərqləndirilməsi. Bu mövzu elə bir mövzudur ki, məsəl üçün burada müəyyən dövrləşmələr var. Məsəl üçün bayaq dedik durğunluq dövrü, ondan sonra geriləmə dövrü. Bundan əlavə məsəl üçün orada sultanlar var. Yenə 17-ci əsrin ikinci yarısı lalə dövrü, 18-ci əsrin birinci, ikinci yarısı deyilən dövrlər var. Həm də hökmdarlar, onların islahatları var. Ona görə də mütləq buranı, bu hissəni sistemli şəkildə öyrənməliyik və bu nüansa çox diqqət etməliyik. Buna uyğun suallar gələndə həll edə bilək. Keçirilən islahatlar, görülən tədbirlər və onların fərqləndirilməsi. Dövrlərə və illərə görə, məsəl üçün, əsasən bəhs etdiyimiz dövrdə daha çox 17-ci əsrin ikinci yarısı, sonra bildiyimiz əsasən 18-ci əsrin əvvəllərindən başlayan lalə dövrü, yenə 18-ci əsrin birinci və ikinci yarısı olaraq test tapşırıqları düşə bilir. Hökmdarlara və vəzirlərə görə, bilirsiniz, 17-ci əsrin ikinci yarısından bəzi islahatlar daha çox hökmdarlardan çox vəzirlərin adı ilə bağlı olub. Məsəl üçün, 17-ci əsrin ikinci yarısı Köprülü Mehmet Paşa, məşhur köprülülər. Ondan sonra Köprülü Fazil Əhməd Paşa var, o vəzirlər var. Yenə 18-ci əsrin əvvəlləri Sultan Əhməd var, Sultan 3-cü Əhməd və onun vəziri İbrahim Paşa var. Sultan 1-ci Mahmud var, Sultan 3-cü Səlim var və bu şəkildə islahatlara və hökmdarlara və vəzirlərə görə biz məsələnin həllinə, test tapşırıqlarının həllinə daha çox yaxınlaşa bilirik. Xarici siyasət məsələləri isə əsasən müharibələri əsas götürməliyik. Çünki orada Osmanlının 17-ci əsrdə apardığı müharibələr var, 18-ci əsrin 1-ci və 2-ci yarısı apardığı müharibələr var, döyüşlər var və həm də müqavilələr var. Bundan əlavə, bəli, tarixi hadisələrdə səbəb-nəticə əlaqəsi çox vacibdir. Tarixin demək olar ki, bugün əsas nüanslarından biridir. Çox və get-gedə də, belə deyək də, öz əhəmiyyətini artırır, səbəb-nəticə əlaqəsi həm də konkret xidmət eləyir ki, nəyi öyrənməliyik və nələrə diqqət etməliyik. Bir də yenə son vaxtlar yenə də çox böyük bir üstünlük, böyük bir əhəmiyyət qazanıb, mənbələrin təhlilidir. Sonra xəritə üzərində işdir, həmişə əhəmiyyətli olub. Mənbələrin təhlili, xəritə üzərində iş də bizim əsas nüanslarımızı təşkil edir. İndi mən istəyirəm biz keçid alaq konkret tapşırıqlara. Məsəl üçün, burada Euler-Venn diaqramında uyğunluğu müəyyən edin. Gördüyünüz kimi 3 dənə hökmdar göstərilib. 3-cü Əhməd, 1-ci Mahmud və 3-cü Səlim göstərilib burada. Əsasən, baxırsınız, Avropa ölkələri ilə müharibələr aparması bunların hər üçünə aiddir. Ondan sonra Nadir Şah Əfşarla sülh müqaviləsi bağlanması əsasən 1-ci Mahmuda aiddir. Avropanın qabaqcıl ölkələri də daimi fəaliyyət göstərən səfirliklərin açılması 3-cü Səlimə aiddir. İstanbulda yanğından mühafizə dəstəsinin təşkil edilməsi 3-cü Əhmədin dövrünə, yəni Lalə dövrü islahatlarına aiddir və nəhayət Rus qoşunlarının Prusiyaya sahəsində məğlub edilməsi isə yenə 3-cü Əhmədin dövrünə aiddir və bu şəkildə biz müəyyənləşdirdik hər bir hökmdarın sultanı dövrünə aid məsələləri, həm də ümumi bəhs eləyəcəyimiz məsələ ki, hər üç sultana aiddir, bu 4-cü punkt və nəticədə bizim cavabımız olur C bəndi. Növbəti tapşırığa keçid alaq. Osmanlı dövlətinin durğunluq dövrünə aiddir. Yenə dediyimiz kimi durğunluq dövrü 16-cı əsrin sonundan hardasa 17-ci əsrin sonuna qədər, 1699-a qədər olan dövrdür. Burada durğunluq dövrü əsasən nələr baş verib, o haqda məlumat verəcəyik. Bəli, Krit adasının fəth edilməsi, ondan sonra Rusiya ilə müharibələr aparılması, kağız istehsal edən müəssisələrin yaradılması, İstanbulda yanğından mühafizə dəstəsinin təşkil edilməsi və nəhayət ki, Qəsr-i-Şirin müqaviləsinin, sülh müqaviləsinin imzalanması adlı bir mövzumuz var. Və burada da əsasən bizim götürəcəyimiz nüanslar Krit adasının fəthi 17-ci əsrin ikinci yarısına aiddir. Rusiya ilə müharibələr aparılması 17-ci əsrin ikinci yarısı belə bir şey baş verib, Rusiya ilə müharibə və nəhayət ki, Qəsr-i-Şirin sülh müqaviləsi də 1639-cu ildədir və bu dövrə şamil edilir. İstanbulda məsələn yanğından mühafizə dəstəsi isə bayaq dediyimiz kimi 18-ci əsrə aiddir. Uyğunluğu müəyyən edin. Yenə bizim əsas aktual test nümunələrimizdən biridir. Məsələn, bu tipli cədvəllər, bu tipli sxemləri biz tez-tez görürük. Durğunluq dövrü və geriləmə dövrünü biz əsasən fərqləndirəcəyik burada.
Çanaqqalaya hücum edən Venesiyalıların məğlub edilməsi, İngiltərə, Avstriya və Fransada Osmanlı səfirliklərinin fəaliyyətə başlaması və çiçək xəstəliyinə qarşı peyvənd hazırlanması. Burada əsasən durğunluq dövrünə uyğun gələcək A bəndi, yəni Çanaqqalaya hücum edən Venesiyalıların məğlub edilməsi, geriləmə dövrünə isə uyğun gələcək. Əsasən geriləmə dövrü bilirsiniz ki, 17-ci əsrin sonu, 18-ci əsrin sonuna qədər olan dövrdür. Qara Mərmərə dənizlərinin xəritəsinin çəkilməsi, bir də ilk qumbaracılar ocağının təşkil edilməsi 1-ci Mahmud dövründə. Digər bir test daşırığımız Osmanlı dövründə durğunluq və geriləmənin iqtisadi səbəbləri. Yəni burada təkcə səbəblərə yox, həm də iqtisadi səbəblərə, iqtisadi olan səbəblərə diqqət edirik. Çünki burada tutaq ki, məsələn, burada bir siyasi səbəb olsa, o yəni götürülmür və ya mədəni sahədə bir səbəb olsa, o iqtisadi səbəb olaraq götürülmür. Ona görə də dəyərli sertifikasiya hazırlaşan müəllimlər buna çox diqqət etməlidirlər. Osmanlı dövlətində durğunluq və geriləmənin iqtisadi səbəblərinə aiddir. İqtisadi səbəblər Osmanlı pullarının dəyərlərin düşməsi, ondan sonra Sultan sarayının məsrəflərinin artması və kənd təsərrüfatının, məhsulların istehsalının azalması. Gördüyünüz kimi 2-3-4-cü məsələləri götürürük və o bizim düzgün cavabımızı təşkil edir. Yenə Osmanlı dövlətində bayaq ki, iqtisadi səbəblər soruşduq. Burada isə durğunluq və geriləmənin siyasi səbəblərinə baxırıq. Şəhərlərdə işsizliyin artması, ticarət yollarının dəyişməsi, bunlar sözsüz ki, əsasən iqtisadi səbəblərdir. Amma məsələn, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, bir sıra müharibələrdə məğlub olması, Osmanlı dövlətinin qəfəs üsulunun mövcud olması bu siyasi səbəblərə aiddir. Lalə dövründən burada isə bir fərqləndirilmə var. Lalə dövründən fərqli olaraq 3-cü Səlimin islahatlarına aiddir. Yəni, Lalə dövrü əsasən 18-ci əsrin birinci yarısı Osmanlı dövləti tarixinə aiddir. 3-cü Səlimin islahatları isə 18-ci əsrin ikinci yarısına aiddir. Yeniçərilərlə bağlı tədbirlərin görülməsi, bu demək olar ki, hər ikisində var. Ordu quruculuğundan çox xəzinənin doldurulmasına diqqət yetirilməsi, Avropa nümunəsində hərbi hissələrin yaradılması, Osmanlı dövlətinin ilk mətbəənin açılması. Burada bir nüansa da istəyirəm, dəyərli həmkarlar çox diqqət yetirsin. Lalə dövründən fərqli olaraq 3-cü Səlimin islahatlarına aiddir. Yəni 3-cü Səlimə aid olacaq, onun islahatlarına aid olacaq, amma Lalə dövründən fərqli olacaq. Yəni Lalə dövrünün fərqini yox, 3-cü Səlimin islahatlarına aid olan, Lalə dövründən fərqli olan məsələni soruşacaq və beləliklə burada Avropa nümunəsində hərbi hissələrin yaradılması doğru cavabımızdır. Çünki Yeniçərilərlə bağlı tədbirlər hər ikisinin dövründə olub. Osmanlı dövründə ilk mətbə əsasən Lalə dövrüdür. Ordu quruculuğundan çox xəzinənin doldurulmasına diqqət yetirilməsi yenə Lalə dövrüdür. Yəni bu nəticədən nəticəyə aparır burada hadisələr. Müqəddəs birlik ilə Osmanlı dövləti arasında müharibənin baş verməsi, bəli, müharibə baş verdi. Daha sonra nəticə olaraq Osmanlı dövlətinin məğlub olaraq Avropada xeyli ərazilər itirməsi və indi hansı nəticə, üçüncü olaraq hansı məntiqi ardıcıllığı biz bura qeyd etməliyik? Buradan qeyd eləsək, Sultan 3-cü Səlimin islahatları, bu biraz uzaq dövr, 18-ci əsrin sonuna düşür. Köprülü Mehmet Paşa daha əvvəlki dövrə düşür C bəndi. İstanbulun müqəddəs birlik tərəfindən ələ keçirilməsi belə bir məsələ baş verməmişdir. Rusiyanın Qara dənizə çıxış əldə etməsi isə yenə 18-ci əsrin ikinci yarısına aiddir. Burada əsas cavabımız durğunluq dövrünün geriləmə ilə əvəz olunmasıdır. Yenə əsas test tiplərindən biri uyğunluq gözlənilmişdir, hadisə və nəticə. Çünki hadisələr, nəticə, səbəb, nəticə çox əsasdır tarixin öyrənilməsində, dərk edilməsində və bu hadisələrin uyğun nəticələrini tapıb biz düzgün cavabı qeyd edəcəyik. Krım xanlığının Rusiya tərəfindən işğal edilməsi, Osmanlı və Rusiya dövlətləri arasında yeni müharibənin başlanması, bəli, 1783-cü ildə baş verən hadisədir və nəticə olaraq Osmanlı-Rusiya dövlətləri arasında 1787-ci ildə yeni bir müharibə başladır. Və bundan əlavə dünya ticarət yollarının dəyişməsidir.
yerli istehsalçılar müflis oldu. Bəli, çünki artıq Osmanlıdan keçən ticarət yolları öz əhəmiyyətini itirdiyinə görə yerli istehsalçılar xaricə belə deyək, öz hazırladıkları, istehsal etdiyi malları sata bilmirdilər. Kəndlərin kütləvi şəkildə şəhərlərə köçməsi, şəhərlərin təhlükəsizliyinin təmin edilməsi, yəni əlaqəsizdir, yəni əlaqəsi yoxdur. Purut çay sahilində Rusiya qoşunlarının məğlub edilməsi, Osmanlı dövlətinin Balkan yarımadasında bir sıra əraziləri azad etməsi də yenə uyğun cavab deyil. Digər bir test tapşırığı isə bayaq dediyimiz o nüans var idi. Məsələn, müqavilələrə görə fərqləndirmə və ya müqavilələrin oxşar cəhətləri. Kiçik Qaynarca və ya sülh müqavilələrinə aid xüsusiyyətləri müəyyən edin. Yəni Kiçik Qaynarca da Yassı sülhü də hər ikisi Osmanlı və Rusiya dövlətləri arasında və müharibələr nəticəsində imzalanan müqavilələrdir və 18-ci əsrin ikinci yarısında imzalanıb hər ikisi 1774-1791 və Osmanlı dövləti üçün həqiqətən bu müqavilələr çox pis nəticələrlə bitib. Və nəticədə baxın 18-ci əsrin ikinci yarısında imzalaması Osmanlı dövlətinin bir sıra ərazilər itirməsi bizim cavabımızdır. Digər cavablar isə Dnepr çayının iki ölkə arasında sərhədə çevrilməsi, Qaradənizin bütün ölkələrin hərbi gəmilərinin açıq olması, bu cavablar düzgün cavablar deyil. Sultan 3-cü Səlimin islahatları ilə bağlı uyğunluq gözlənilmişdir. Bəli, 3-cü Səlimin islahatlarıdır, əsas islahatlardan biridir. Tam həyata keçirilməsə də, yarımçıq qalsa da, 3-cü Səlimin qətiyyətsizliyi olsa da, amma tarixdə, Osmanlı tarixində böyük rol oynayan islahatlardandır. Və beləliklə islahatlar əsasən bir çox sahələrə əhatə edib, gördüyünüz kimi hərbi sahəni, ondan sonra ticarət sahəsini əhatə edib. İslahatlarda birinci məsələ, yerli tacirlərin ölkə daxilində imtiyazları artırıldı, xarici tacirlərin fəaliyyəti məhdudlaşdırıldı. Bəli, əsasən yerli tacirlərin hüquqlarının qorunması, onların ticarətinin, gəlirlərinin çoxalması bu məsələlərə istiqamətlənirdi birinci məsələ və 3-cü Səlimin islahatlarına aiddir. Ümumi hərbi mükəlləfiyyət Osmanlı tarixində daha sonraki dövrlərə aiddir. Avropa nümunəvisində silahlanmış və təlim görən hərbi hissələr yaradılması, bu da yenə 3-cü Səlimin islahatlarına aiddir. Qara və Mərmərə dənizlərinin xəritəsinin çəkilməsi isə bayaq da dediyimiz kimi 3-cü Əhmədin dövrünə, yəni Lalə dövrü islahatlarına aiddir. Və beləliklə biz burada doğru cavabımızı alırıq. 1 və 3-cü məsələlər bizim doğru cavabımızdır. Diqqətinizə görə təşəkkür edirik. Səxavət müəllim, geniş izahınıza görə biz sizə təşəkkür edirik və ümid edirik ki, müəllimlər üçün çox faydalı bir veriliş olacaq. Təşəkkürlər. Çox sağ olun, təşəkkür edirəm. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti verilişlərdə görüşənə qədər.